Peygamberimiz Muhammed sallallahu aleyhi ve sellem yemek yemeye başlayanda, su içmeye başlayanda Bismillah derdi. Ve yemeği içmeyi bitirende Allah'a hamd ederdi o nimetlerine göre. Lakin bugün özüne Əhl-i Beytin yolun gedirəm, Peygamber Muhammed sallallahu aleyhi ve sellemin yolun gedirəm, Hüseynin məktəbinin yolun gedirəm deyənlər su içəndə, yemək yeyəndə əvvəldə deyir ki, ya Zəhra, ya Fatimə və ya Hüseyin, axırda da deyir ki, Allah Yezidə lənət etsin, Abu Bakra lənət etsin, Ömərə lənət etsin. Siz necə Peygamber sallallahu aleyhi ve sellemin, onun Əhl-i Beytinin yolun gedirsiniz ki, axı onlar Bismillah ilə başlayıb, Elhamdülillah ilə bitirərdilər, Allaha şükür olaraq. Siz kimə ibadət edirsiniz, kimin yolun gedirsiniz? Axı bu Əhl-i Beytin yolu deyil, Peygamberin yolu deyil, onların yolu şükür yoluydu. Bu naşükürlüydü.